Allah Teala insana haqqı, həqiqəti başa düşmək üçün vasitələr verib. Allah Quran-ı Kərimdə buyurur ki: وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ. Ayə belədir. Allah Teala buyurur ki, sizə qulaq vermişəm, sizə göz vermişəm və sizə qəlb vermişəm ki, bunun şükrünü edəsiniz. Bu üç vasitə ki var, qulaq, göz və qəlb, haqqı və həqiqəti başa düşmək üçündür və qəbul etmək üçündür. Qulaq eşidir, göz görür və qəlbə ötürür. Hz. İmam Sadiq əleyhissalamın qulaq barədə bir sözü var, deyir ki, qəbul etmə qulağı. Eşitmə qulağı yox ha. Eşitmə qulağı hamıda var. Bütün varlıqlarda var. Baxın, səs eşitmə qulağı başqa şeydir, eşidib qəbul etmə qulağı başqa şeydir. Bütün varlıqlar eşidirlər. Əgər bütün haqqı və həqiqəti sən o insandan qeyri, yəni heyvanata, hər bir varlığın ki qulağı var eşidir desən, onlar eşidərlər, təbiidir, amma başa düşməzlər və qəbul etmə qabiliyyətləri də yoxdur. Qulaq insanda eşidib haqqı qəbul etmək üçün də əsas hədəf budur insanda. İnsanda buna görədir. Bu birinci məsələdir. İkinci ayə göz deyir, görmək. Gözdə əsas hədəf budur ki, insan gördüyündən ya pis ya yaxşı fərq eləməz. Bəzi şeylər var ki, nahaqdır, batildir. Bəzi şeylər var ki, haqdır, həqiqətdir. İnsan o ki göz onda var, onu görmək bütün varlıqlar görür. Amma haqqı, həqiqəti görüb ondan ibrət və dərs götürmək insana aiddir. Batili, günahı, fəsadı görüb ondan ibrət almaq, bu yalnız və yalnız insan olan varlığa aiddir. Üçüncü, qəlb dedi Allah Teala. Əslində hamı bu cürünə bilir. İndi bilmirəm, elm, müasir elm buna çatıb yoxsa yox. Allah Teala Quran-ı Kərimdə dərk etmə, başa düşmək üçün qəlbi deyir. Qəlbi deyir. Amma adətən insanlar ağıl və beyni bilirlər. Yox, ağıl süzgəcdir. Ağıl, o ki bir şey gördün gözündən və eşitdin, ağıl onu sadəcə süzür, yəni haqdır, batildir, ona qərar verir. Amma təsdiq etmək üçün, onu qəbul etmək üçün qəlb lazımdır. Quran ona görə qəlb deyir. Amma bilmirəm, bugün elm buna çatıb yoxsa yox, qəlb insanın o həqiqəti qəbul etmək vasitəsidir. Quran da bu cür nə deyir? Bir dəstə insanlar gəlirlər Peyğəmbərin yanına, deyirlər ki, ya Peyğəmbər, biz iman gətirmişik. Peyğəmbər salavatullah, Allah Peyğəmbərə vəhy edir. Buyurur ki, ya Peyğəmbər onlara denən ki, onlar sadəcə hələ müsəlman olublar. وَلَمَّا يَدْخُلِ الْاِيمَانُ فِي قُلُوبِهِمْ. Hələ onların qəlbinə iman daxil olmayıb. Fikir verdiniz. Arasında deyir, qəlbinə. Demir, ağlına, qəlbinə daxil olmayıb. Deməli, insanda haqqı təsdiq edib qəbul etmə vasitəsi nədir? Qəlbdir. Gördüyünü və eşitdiyini başa düşəndən sonra gərək qəlbə ötürsün ki, onu qəbul etsin, təsdiq etsin, möhürünü vursun. Bu üç vasitəni Allah Teala insanda qərar verib ki, bunu pak şeylər üçün istifadə eləsin. Təbii ki, belə insanlar həyatda azdır, çox təəssüf. Əksər insanlar görərsən ki, evdə ailə uşaqla danışıb eşidərlər. Bazarda alver edəndə, küçədə, orada, burada söz söhbətləri eşidərlər. Sosial şəbəkələrdə lətifə, lağlağı, zarafat və digər batil şeyləri baxarlar, görərlər, eşidərlər. Amma haqqı, həqiqəti də eşidərlər. İndi qəbul edərlər, etməzlər, o başqa məsələdir. İnsan haqqı, həqiqəti qəbul edib, eşidib və onu qəlbi ilə təsdiqləməlidir. Baxın, insan necə ki hər şeyi eşidir, moizə də eşidir. Quran ayəsi də eşidir. Azan veriləndə Allahu Ekber də deyilir, onu da eşidir. Amma əksər insanlar moizəni necə eşidirlər?
Elə o bir misal var, deyir, bu qulaqdan aldı, o qulaqdan verdi. Bu əbəs misallar deyil bunlar. Göz barədə deyirlər ki, gördü, amma görməzdən gəldi. Bunlar əbəs misallar deyil. Bəzi insanlar moizəni eşidib bu qulaqdan alıb, o qulaqdan verir, qəlbə ötürmür. Bəzi insanlar görür, gördüyünü qəlbə ötürmür, sadəcə elə görməzdən gəlir, keçir gedir. Azanda Allahu Ekber deyiləndə, yəni Allah böyükdür. Əksər insanlar görərsən ki, böyük gələndə ayağa qalxarlar, adı gələndə hörmət edərlər. Amma Allah azanda deyir, Allahu Ekber, görsən ki, heç bu insan yerindən tərpənmir. Niyə? Çünki gördüyünü, eşitdiyini qəlbinə ötürmür. Qəlbinə ötürsə, qəlbi onu təsdiqləyər.